Bu suallara zəhmət olmasa diqqətiniz burada olsun. Uzunluğu 35 cm olan AB parçası üzərində C nöqtəsi qeyd olunmuşdur yoldaşlar. Uzunluğu 35 cm olan AB parçası. Bu AB parçası üzərində C nöqtəsi qeyd olunmuşdur. Deyir ki, AC parçasının uzunluğu CB parçasının uzunluğundan 6 dəfə böyük. CB-ni bilmirəm. Bilmirəmsə buna x dedim. AC bundan 6 dəfə böyükdürsə olur nə? 6x. Toplayıb deyir, nəyə bərabər toplam uzunluq 35. 6x üstə gəl x bərabərdir 35. X bərabərdir 5. X 5-dirsə bura 5, bura 30. İndi bundan da vacib olan, vacib deyil də gözəl olan bir sual var. Nədir o gözəl sual? Uşaqlar çox çaşdırır. Nə barədə? Texniki səhv yaranır. Baxın bura. M nöqtəsi AB parçasını 3/5 nisbətində. M nöqtəsi burada, bu AB parçası. 3/5 nisbətindədirsə 3K bir də 5K yoldaşlar. Düz? AM-in uzunluğu 120. Bura yazdım 120. Bura 120-dirsə 3K 120-dirsə K neçədir? 40. K 40. K 40-dırsa bizdən nəyi soruşur? AB parçasını. Aman deyə imtahanda MB-ni tapmayın. Yavırçılıq olar. Yaxşı? Tamamını soruşur bizdən. Tamamı neçə K-dır? 8. 8 vur 40. 320. Çətin bir şey var mı yoldaşlar? Amandır, düşünərsiniz sadəcə buranı soruşur. Onda ehtiyatlı olun yoldaşlar.